Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Mübarək Ramazan ayının 8-ci gecəsindəyik. Və bu gecələri bizlərə nəsib edən Allah subhanahu wa ta'ala həmd olsun. Sonra bu şərəfli ayda edilən fəzilətli əməllərdən də birisi Allahın evini ziyarət etməkdir. Allahın evini ziyarət etmək. Ümrə. Yəni bu ayda ümrə etmək ən fəzilətli əməllərdən birisi. Və Allahın Rəsulu buyurur sallallahu aleyhi və səlləm: "Əl-umratu fi Ramazan tə'dilu həccə." Ramazanda edilən ümrə həccə bərabərdir. Ramazanda edilən ümrə nəyə bərabərdir? Həccə bərabərdir. Həccin mükafatı nədir? Cənnət. Bir hədisdə gəlib ki, "Əl-umratu iləl-umrati kəffaratun limə beynəhumə vəl-həccul məbrur leysə ləhu cəzəun illəl-cənnə." Ümrə deyər, ümrə arasında olan günahlara kəffarədir. Ümrə etdin, sonra bir müddətdən sonra başqa ümrə etdin. Həmən o iki ümrə arasında nə qədər günahlar etmirsən, hamısı gedir. Kəffarə silinir. Sonra deyir ki, məbrur həccin mükafatı isə, məbrur nə deməkdir? Yəni qəbul olmuş həcc. Məbrur həccin mükafatı isə yalnız cənnətdir. Yalnız cənnətdir. Və həccin yəni fəziləti olduqca böyükdür. Və baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Ramazanda edilən ümrə həccə bərabərdir. Hətta bir hədisdə gəlib ki, mənimlə bərabər həcc etməyə bərabərdir. Mənimlə bərabər. Ramazanda edilən ümrə. Sıradan həcc yox ha. Bir var, sən həcc edirsən özün. Yəni, insanlarla bərabər. Bir də var, sənin həccin kimlədir? Rasulullah sallallahu aleyhi ve sellemlə bərabərdir. Yəni, bunun da ayrı, özəl ayrıca bir xüsusiyyəti, önəmi var. Allah Resulü deyir ki, sallallahu aleyhi ve sellem, yəni, bunun fəziləti olmasa ki, boş yerə deməzdir ki, mənimlə bərabər həccə bərabərdir. Mənimlə. Sanki sən Allah Resulü sallallahu aleyhi ve sellemlə bərabər həcc etmirsən. Görün, Ramazanda edilən bu ümrə nə qədər fəzilətlidir, nə qədər dəyərlidir, nə qədər böyük bir əməldir bu. Sən vaxt sərf edəsən, malından sərf edəsən, canından sərf edəsən. Və biz bu ayda edilən əməllərdən danışanda ki, sədəqədən, baxın, dedik ki, ibadətlər nədir? Malla olur ayrıca, bədənlə olur ayrıca, bir də bədən və mal, ikisi də bərabər. Və bu əməllər, ümrə ondandır. Sən burada həm bədənlə edirsən, həm də mal sərf edirsən. Və malla edilən ibadətin də dəyəri böyükdür. Bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem "Cahidul müşrikinə bi əmvalikum və anfusikum və əlsinətikum." Müşriklərlə malınızla, nəfsinizlə və dilinizlə mübarizə aparın. Fikir verin, burada nəfsdən öncə malla gəldi. Müşriklərə qarşı malınızla, yəni imkanlı insanlar böyük bir savab əldə edə bilərlər və Allah qatında qalxa bilərlər. Və eyni zamanda insan özü ümrə etməsi ilə yanaşı başqasını da ümrəsinə səbəb olması, bu da olduqca böyük bir savab əməllərdəndir. Çünki bir hədisdə gəlib ki, Allah Resulü deyir sallallahu aleyhi ve sellem: "Mən cəhhəzə qaziyən, əv cəhhəzə həccən, əv aftara saimən, فَلَهُمْ مِثْلُ اُجُورِهِمْ لَا يَنْقُسُ مِنْ اُجُورِهِمْ شَيْئًا.
Kim Allah yolunda döyüşəni hazırlasa, həccə gedəni hazırlasa, orucluğuna iftar etsə, ona həmən onların mükafatı qədər mislində mükafat yazılır. Şahid yeri həccə gedəni hazırlasa, yəni həm özü həcc edir, həm də başqasını göndərir, həm özü ümrə edir, həm də başqasına ümrə etməyə imkan yaradır. O ümrə edənin ümrədən əldə etdiyi savabın mislində eynisini ona savab yazılır. Görün, nə qədər böyük əməllər üçün fürsətdir və ümumən Allahın evini ziyarət etmək, ayrıca, yəni hətta Ramazanda bu daha böyüdür, düzdür, amma ümumən insanın Allahın evini ziyarət etmək böyük fəzilətli əməllərdəndir. Böyük bir fəzilətli əməllərdəndir. İnne awwala beytin vudiya lin-nasi lellezî bi Bekkete mübâreken ve huden lil-âlemin. Fihi âyâtun beyinâtun maqâmu İbrahim ve men dakhalahu kâne âmina. Ve lillahi alen-nâsi hiccul beyti men istatâ'a ileyhi sebîla. Ve men kefara fe innallâhe ganiyyun anil-âlemin. Allah Teala buyurur ki, yeryüzüne ilk koyulmuş ev insanlar için mübarek, bereketli ve hidayet için koyulmuş ev Bekke'deki evdir. Bekke yani Mekke. Kur'an'da kesin bu. Yeryüzünde ilk, yani dünyada ilk koyulan ev Mekke'deki Kabe evi. Orada fihi ayatun beyinat. Orada açıq aydın ayələr, nişanələr var. Və məqamı İbrahim və İbrahimin məqamı var. Kim ora daxil olarsa, və mən daxil kənə əmin amanlıqda olar. Həqiqətən Məkkə başqa bir yerdir. Ora kim daxil olar? Orada əmin amanlıq olar. Qəlb rahatlığı olar. Sonra deyir ki, insanlardan yoluna gücü satan hər kəsə Allahın evini ziyarət etməsi vacibdir. Kim bunu inkar ederse ve men kefere fe innallaha ganiyyun anil alemin. Kim bunu inkar ederse, küfür ederse, bu şeyleri kabul etmez, Allah alemlere muhtaç değil. Allah alemlere muhtaç değil. Ve Allah'ın evini ziyaret etmek hatta gəlib ki, Allah kimə bədənində sağlamlıq verərsə, malında, mülkündə imkan verərsə və üzərindən 5 il ötərsə Allahın evini ziyarət etməsə həcc olaraq məhrumdur. Deyir ki, məhrumdur. Məhrumlardandır. Kimə ki, Allah subhanahu ta'ala sağlamlıq verib, xəstə deyil və kimə ki, imkan verib, Allahın evini ziyarət etmir, o insan məhrumdur. Allahın evini ziyarət etmək, Allah'ı ziyarət etmək deməkdir. Vaftullah. Allahın qonaqları hesab edilirlər. Allahın qonaqları. Allah isə öz qonaqlarına ikram edənlərin ən kəramətlisіdir. İkram edənlərin ən üstünüdür Allah subhanahu ta'ala. Odur ki, bu ayda çalışın ümrə edin. Fəzilətli əməllərdəndir. Və ayrıca o diyarlara, Məkkə və Mədinə xüsusilə məsələ, bu iki yer, oraları ziyarət etmək, yəni böyük əməllərdən sayılır. Fəzilətli əməllərdən, xüsusən də bu ayda. Hətta səfərə belə çıxmaq, səfər qəsdi ilə oradakı məscidlərdə namaz qılmaq qəsdi ilə belə səfərə çıxmaq icazəlidir. Baxmayaraq ki, başqa yerə icazəlidir. Məsələn, desən ki, mən harasa, nə bilim, İrana, hassa sahabən, Türkiyəyə qəbrini ziyarət edib, çıxmağa, səfərə çıxmaq istəyirəm. Nə bilim, harasa, ora, Pakistana, ora, bura, müəyyən yerə məscid. Deyirik ki, olmaz. Olmaz. Səfər məqsədi ilə ziyarət olunan yer yalnız bu üç yerdir. Allah Resulü buyurur sallallahu aleyhi ve sellem La tuşaddur rihal illa ila thalathi məsəcid. El-məscidul haram vel-məscidi həzə vel-məscidil aqsa. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, 3 məsciddən başqasına minik hazırlanıb səfərə çıxılmaz. Haram məscidi, yəni Məkkədəki Kəbə. Mənim bu məscidim, Peyğəmbər sallallahu deyir, mənim bu məscidim, yəni Mədinədəki olan haram məscidi. Bir də Aqsa, Məscidül Aqsa, yəni Aqsa məscidi, Yerusəlimdə olan. Yəni bu yerlərə ziyarət üçün çıxılır. Və
Peyğəmbər məscidi isə Məkkədəki məscid təbii ki, ən üstün məsciddir. Və orada qılınan namaz da 100.000 namaza bərabərdir. Təsəvvür etsən 100.000 nə deməkdir? 100.000. Sən bir namaz qıldınsa Kəbədə, Məkkədə, haramda, haram bölgəsində bir namaz sanki 100.000 namaz qıldın. 100.000. Sən 100.000 namazını burada qılmaq üçün neçə ömür lazımdırsa, 40 ildən artıq ömür lazımdır. Gündə 5 vaxt fərz namazından qılsan, hesablasan, haradasa 40.000-dən artıq, 48.000 təxminən. 48 il. Sən 100.000 namaza çatasan. Amma bir namazı orada qıldırsan, sanki 100.000 namaz qıldın. Şərəfə baxsan, fəzilətə bax. Və ondan sonra isə Peyğəmbər məscididir. Və Peyğəmbər məscidi necə ki Allah Rəsulü buyurur sallallahu əleyhi və səlləm: "Salatun fi məscidi həzə xeyrun min əlfi salatin fi məscidihi." Deyir ki, mənim bu məscidimdə qılınan namaz, bu məscidim, yəni Mədinədəki məscid, Mədinədəki. Mənim bu məscidimdə qılınan namaz 1000 namaza bərabərdir. Ondan başqa olan məscidlərə fərqli olaraq 1000 namaza. Sonra deyir ki, nə? İllə məscidil haram, salatun fi məscidil haram, xeyrun bimiyyəti salatun fi məscidi həzə. Amma haramda qılınan namaz deyil, 100.000 namaza bərabərdir. Deməli, Peyğəmbər məscidində, Mədinədə qılınan namaz 1000 namaza, bir namaz sanki 1000 dəfə namaz qıldın. Amma Məkkədəki isə 100.000. Yəni, bu fəzilət dünyanın heç bir yerində yoxdur. Təsəvvür edin. Ona görə bu yerləri mütləq ziyarət olunmalıdır. Mütləq gedilməlidir. Ayrıca Peyğəmbər şəhərin məscidi başqa üstünlüyü var, başqa cəhətlərdən də. O da əvvəla Peyğəmbər şəhərində olması yönündən. Məscid Mədinətun Nəbi, Mədinətü Rasulillahi sallallahu aleyhi ve sellem, Allah Resulü şəhəri, Əl-Mədinə, Əl-Munavvara, Nurlu Mədinə, Yəsrib olaraq adlanan ilk öncə, yəni Peyğəmbər şəhərində olduğuna görə ayrı bir fəziləti var. Niyə? Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bu şəhər üçün dua etmişdir. Bu şəhəri sevirdi, Mədinə şəhərini. Bu şəhər Peyğəmbər sallallahu aleyhi ve sellem hicrət etdiyi şəhərdir. Orada yaşadığı, dini, orada İslam diyarı qurduğu və İslamı yer üzündə oradan yaydığı və orada da vəfat etdiyi bir yerdir. Mədinə şəhəri. Müqəddəs bir şəhərdir Mədinə şəhəri. Və hədisdə gəlib Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İnnə İbrahimə harrama Məkkətə və də'a li əhlihə və inni harramtul Mədinətə və də'avtu bisa'ihə və muddihə bil barakə. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem İbrahim Məkkəni haram etdi və onun əhlinə dua etdiyi kimi İbrahim haram etdi, yəni Allahın haram etməsilə haram etdi Məkkəni. Və oranın əhlinə dua etdiyi kimi mən də Mədinəni, mən də Allah Resulü deyir, mən də Mədinəni haram etdim və onun ərzaqına, ruzisinə, çəkisinə, ölçüsünə də yəni dua etdim, bərəkət duası. Allahumma bərik fi muddinə və sa'inə deyən hədisdə Allahın Resulü deyir ki, Allahım bizim yəni ki bizim Mədinədə olan, Mədinədə çıxanlara bərəkət ver. Mədinədə yetişən hər bir şeyə Allah Resulü sallallahu aleyhi ve sellem bərəkət olaraq dua edib. Mədinə bərəkətli bir yerdir. Məkkə necə bərəkətlidirsə, hətta bir hədisdə gəlir ki, Məkkəyə verdiyin bərəkətin iki qatını ver, ya Rabbi. Belə bir dua edib Allah Resulü sallallahu aleyhi ve sellem. Məkkəni bərəkətli etdiyinin iki qatını Mədinəyə bərəkətli et.
Bu şəhərlər başqa bir şəhərdir. Hətta başqa bir özelliği də bu şəhərə şər fitnə daxil ola bilməz. Allah Resulü deyir sallallahu aleyhi ve sellem la yedhulu ru'bu Mesih-i Deccal el-Medinete. Leha yevme izin seb'atu ebvabin ala kulli babin meleken. Deyir ki Peygamber sallallahu aleyhi ve sellem Mesih Deccal'ın qorxusu Mədinəyə daxil ola bilməyəcək. Mesih Deccal'ın qorxusu yer üzünü bürüyəcək. Hər yerə ayaq qədəm qoyacaq. Yalnız oradan başqa. Mədinəyə daxil ola bilməyəcək. Həmin gün deyir, Peyğəmbərin həmin gün Mədinənin 7 qapısı olacaq, hər qapıda 2 mələk olacaq. Hər bir yeri gəzəcək öz fitnəsi ilə. Bilirsiniz, Məsih Deccal'a Allah təala yəni insanları imtihan etmək üçün böyük bir möcüzələr verir. Əlini uzadacaq, yağış yağdıracaq. Yerdən otlaq bitəcək. Bir tərəfindən od, bir tərəfində bağ bağçası. Yəni dəhşətli bir fitnədir. Və hər yer gəzib dolaşacaq. Amma bura girə bilməyəcək. Hətta bir hədisdə də gəlib ki, Mədinəyə taun belə daxil olmayacaq. Taun xəstəliyi, taun vəba yəni. Bildiyimiz taun xəstəliyi. Mədinə şəhəri bu cür qorunan bir şəhərdir. Həmçinin başqa üstünlüyü oradakı məscidin, Nəbəvi məscidinin bildiyimiz kimi hər bir məscidin üstünlüyü, məscid barədə gələn bütün fəzilətlər başlanğıc o 2 məscidə daxildir. Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki, "İnne ahabbal biladi ilallahi mesaciduha və abghadul biladi ilallahi asfaquha." Allah üçün ən sevimli yerlər məscidlərdir. Allahın ən xoşlamadığı yerlər isə bazarlardır. Və bura daxildir başlanğıc olaraq Mədinə məscidi. Həmçinin başqa bir özəlliyi Mədinə məscidi, Peyğəmbər məscidi Allahın əmri ilə inşa edilir. O vaxt Allah Resulü Məkkədən hicrət edəndə, Dəvəsindən gələndə istəyirdilər ki, hər kəs səhabələr onun mənzilinin yanında dursun. Deyir ki, "Dəuha fə innəhə mə'mura." Buraxın getsin, o əmr edilib. Yəni ona əmr olunub. Allah əmr edib, o harada duracaqsa orada məscid inşa ediləcək. Və gedir, bəlli həmən bu gün inşa edilən yerdə o dəvə durur. Demək ki, Allahın əmri ilə həmən yer təyin edilib. İndiki Peyğəmbər məscidi orada inşa edilib. Allah Resulü sallallahu əleyhi və səlləm özü bunun inşasında iştirak edib və səhabələrlə bərabər. Bunun hamısı nədir? Bunun hamısı da şərəfdir. Bunun hamısı şərəfdir. Və budur Peyğəmbər məscidi. Oradakı namazın 1000 savab, 1000 namaza bərabər olması və orada olan müəyyən əməllər, yəni ayrıca Mədinə ziyarətinin müəyyən ədəbləri var. Bu da artıq olduqca geniş bir mövzudur. Budur Məkkə, orada qılınan namazın 100.000 namaza bərabər olması və Peyğəmbər sallallahu aleyhi ve sellem deməsi ki, Ramazanda edilən ümrə nəyə bərabərdir? Həccə bərabərdir. Bir rəvayətdə mənimlə bərabər həccə bərabərdir. Odur ki, nəfsinizi məhrum etməyin. Bu Ramazan günlərində, Ramazan aylarında çalışın, o mübarək yerləri ziyarət edin, imanınızı təzəliyin və Ramazan ayında imanı təzələmək, imanı təzələyərək oruç tutmaq tələb olunan əməllərdən birisidir. Allah subhanahu ta'ala bizlərə nəsib etsin o müqəddəs yerləri ziyarət etməyi və oradakı xeyirlərdən bizləri məhrum etməsin. Allah subhanahu ta'ala bizləri ixlaslı qullardan etsin. Allah subhanahu ta'ala bu ayda etdiyimiz bütün əməllər bizdən qəbul etsin. Allah subhanahu ta'ala bizləri bağışlanan qullardan etsin. Allah azza və cəllə bizləri Firdevs əhlindən etsin. Allah subhanahu ta'ala bizləri cəhənnəm odundan azad olunan qullardan etsin. Vallahu Teala aləm və sallallahu ala nəbiyyə Muhammedin və ala alihi və ashabihi ecmaîn.